Salam əziz izləyicilər. Bax bu gözəldir, yox? Gözəldir. Amma bir problem var da. Bax, gördüyünüz kimi bax. Qoy fokusa düşsün. Düşmədi nəsə. Bunlar qönçəb olan kimi, hətta olmamış mənənə, tilə, şirnək deyilən bir xəstəlik var. Bax, burada bəlkə görə bildiniz, bax orada özəyin üstündə ölüb qalıblar. Gördünüz? Bu çox zəhlətökən, çox dəhşətli bir xəstəlikdir. Deməli bu mənənə, mən yaddaşımda aldanmıramsa 3 gündən sonra nəsil artırırlar. Deməli hər 3 gündən bir dərman vurmaq lazımdır ki, bu məhv eləməsin. Bu cür güllərimiz bu cür yetişə bilsinlər. Burada yaxşı görünür. Onlar artıq ölüdür. Mən dərman vurdum. Bu da gülüdür onun. Amma gərək 3 gündən bir vurasan, sonra da izləyəsən, yenidən əgər görünəcəksə, yenidən bir də vur. Amma yaxşı olan cəhəti nədir ki, bu dərman ki mən vururam, heç bir ziyanı yoxdur. Deməli 1 litr suya 10 qram perikis vodoroda deyirlər rusca. Biz elə loru dildə perikis deyirik. Perikis, bir 5-10 qram da sabun. İndi rahatdır maye sabun vurmaq, o qab yeyəndən zaddan köpük yaratsın. Çox növü var bu mənənənin. Qara rənglisi var, yaşıl rənglisi var, palıd rənglisi var. Çox böyük sürətlə artır. Əgər biz onu öldürmürüksə, bütün ağacı, bitkini məhv edəcək bir şeydir. Almaya da düşür, nara da düşür. Nara biraz az düşür. Almaların bəzi sortlarına çox düşür. Dözümsüz olur alma hansısa sortlar. Gavalıya təsir eləyə bilmir. Bir çox meyvələrə təsir eləyə bilmir. Amma bağı məhv edəcək bir zəhərmardır bu. Ona görə bir də təkrar deyim, 1 litr su, 10-15 qram perikis, 5-10 qram sabun, maye sabun olsa rahatdır, can rahatlığıdır. Bir də 1 litrə 2 damcı yod. Yod biraz onun təsirini artırır, gücləndirir. Bax, bunları vurmaq lazımdır bu zəhərmardan yaxa qurtarmaq üçün. Özgə nəyi unutdum. Sual yazarsız cavab verərəm. Bu hardasa yarım saatdan çox danışılası bir məlumatdır. Mən qısaca olaraq deyim. Sağ olun, sağlıqla qalın.